Rasional ədədlərə aid olan bu sual diqqət tələb edir. Biz bilirik ki, kəsrin sürət və məxrəcin eyni ədədə vuranda kəsrin qiyməti dəyişmir. Ona görə birinci ifadədə kəsrin hər tərəfə 1000-ə vursaq, onda kəsrimiz çevriləcək 250 bölünsün 125 kəsinə. 250 bölünsün 125 ifadəsinin qiyməti də 2-yə bərabərdir. Həmçinin ikinci kəsirdə kəsrin hər tərəfin sürət və məxrəcin 1000-ə vursaq, onda 0,125 vurulsun 1000 eləyəcək 125, 0,25 vurulsun 1000 ifadəsinin qiyməti də 25-ə bərabər olacaq. Onda 125 bölünsün 25-ə çevrilir kəsir, onun da qiyməti 5-ə bərabərdir. Üçüncü kəsirdə də kəsrin hər tərəfi 1000-ə vuraq. 0,25-i 1000-ə vuranda kəsrin qiyməti 25-ə bərabər olur. 0,5 ifadəsini 1000-ə vuranda kəsrin qiyməti 50-yə bərabər olur. 25 bölünsün 50 ifadəsinin qiyməti də 2-də 1-ə, yəni 0,5-ə bərabərdir. Bu üçünün cəmi də bizə 7,5 ədədini verir, yəni cavabımız E variantıdır.